Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda Qarabağ komandası Almaniyanın Eintracht klubunu qəbul edəcək. Sabah hava şəraitinin soyuq və qarlı olması, oyun vaxtının dəyişdirilməsi və ya təxirə salınması ilə bağlı müzakirələrə səbəb olub. Qlobal İnfaz məsələ ilə bağlı Qarabağ Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev ilə əlaqə saxlayıb. Klub rəsmisi oyunun planlaşdırıldığı kimi 21 yanvar saat 21:45-də başlayacağını bildirib. Stad: oyunun saatını dəyişdirmək mümkünsüzdür. Bu bizim səlahiyyətimizdə olan məsələ deyil. Hava dəhşətli dərəcədə soyuq olmadığı üçün fors-major hal hesab edilmir. Daha soyuq ölkələrdə belə oyunlar keçirilir. Məsələn, Norveçdə -20 dərəcədə də futbol oynanılır. Anar Hacıyev həmçinin azarkeşlərin komandalarını tək qoymayacağına inandığını qeyd edib. Dünənə olan məlumata görə 24.500 bilet satılıb. Havanın soyuqluğunun stadiona gələn azarkeşlərin sayına təsir edib etməyəcəyini demək çətindir. Amma oyunun həm azarkeşlərimiz, həm də komandamız üçün vacib olduğunu nəzərə alsaq, inanıram ki, azarkeşlərimiz bizi tək qoymayacaq və gəlib komandamızı dəstəkləyəcəklər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.